Salam əziz müəllim və abituriyentlər. Bu gün test toplusu 2025-ci il nəşrindən Qədim Şərq bölməsindən Qədim Misir və Şumerləri işləyəcəyik. Zəhmət olmasa kanala abunə olub videonu bəyənin və videonu yaxınlarınızla paylaşın ki, onlar da bu izahdan faydalansınlar. Başlayaq ilk sualdan. Qədim Misirə aid deyil. Aha baxaq. Fivin paytaxt şəhər olması. Fiv eradan əvvəl 2-ci minillikdə Misirin paytaxtı olur. Yazı materialı kimi papirüsdən istifadə olunur. İlk dəfə 0 rəqəminin tətbiq edilməsi Hindistana aiddir. Firona sitayiş var, nomların mövcud olması təbii ki var. Bir də C variantı yanlış olur. 2. Qədim Misir dövlətinə aid deyil. Dam adlanan bəndlər tikilib, bəli, Nil daşqınlarının qarşısını alması üçün heroqlif yazılardan istifadə edilib. Hökmdarın enz rütbəsi daşıması isə Şumerlərdə idi. Piramidaların inşa edilməsi Sfinks heykəli. Bunlar da aiddir. Burada yanlış variant C olacaq. Eradan əvvəl 4-cü minilliyin sonu 3-cü minilliyin əvvəli yuxarı Misir və aşağı Misir padşahlıqları arasında mübarizənin məqsədi vahid Misir dövləti yaratmaq idi. D variantı. Qədim Misirdə yuxarı və aşağı Misir padşahlıqları arasındakı müharibənin nəticəsi. Müharibədə aşağı Misir, yuxarı Misir qalib gəlir və vahid Misir dövləti yaranır. A variantı. Yəni qədim Misir vahid dövlətlə birləşir. 5. Manna və qədim Misir dövləti tarixində oxşarlıq. Deməli, baş kahin eyni zamanda hökmdar sayılması belə bir şey yoxdur. Əkin sahələrini sulamaq üçün şaduftan istifadə Misirə aiddir. Dirlik ağacı Mannadadır. Dövlətə hökmdarın başçılıq etməsi hər ikisi üçün oxşar cəhətdir. D variantı. Atropatena dövləti ilə qədim Misir dövlətinin ictimai quruluşunda oxşarlıq. Deməli, ali şahin tərəfindən idarə olunur. C variantına baxırıq, quldar dövlət olmaları. Eradan əvvəl yaranmış bütün dövlətlər quldar dövlətlərdir. 7. Qədim Misir dövlətinə tabe edilməmişdir. Fələstin, Nubiya, Finikiya, Suriya bunlar Tutmos və Ramzes tərəfindən tabe edilir, amma Yunanistan tabe edilmir. Düzgün cavab B variantı. 8. Qədim Misirlilərin adı buraxılan hökmdarını müəyyən edin. Bunlar deməli, Xeopus, Zoser, Tutmosdan sonra isə 2-ci Ramzes hakimiyyət. Tutmosun ardıcıl hakimiyyətə gəlməsə də, yəni bunlardan yalnız 2-ci Ramzes Misir hökmdarıdır. Ashoka Hindistan, Anubanini Lullubi dövləti qurumu, Ariobarjan Atropatena, 3-cü Dara isə Əhəməni hökmdarıdır. Qədim Misir və qədim Midiya tarixinə aid oxşar cəhət soruşur 9-da. Hər ikisi işğalçı müharibələr aparıb Y variantı. Mixi yazı növünün yaradılması Şumerlərdir. Ulduz xəritəsinin çəkilməsi Misirlilərdir. Kompasın kəşfi Çinlilərdir. B variantı. Zikkurat tipli məbədlərin inşası Şumer. Sadə cərrahi əməliyyatlar Misir, Şumer, Misir və Çin. Baxaq, Şumer, Misir və Çin C variantı. 2-ci Ramzesin Hetlərlə bağladığı müqavilənin nəticəsi. Deməli, Suriyanın cənubu Misirə, Suriyanın şimalı isə Hetlərə keçir. Baxaq variantlara. Nubiya Misirə tabe edildi, Suriya Fələstin isə Hetlərə qayıtdı. Xeyr. Hetlər bütün Suriyanı və Fələstini əllərində saxlayıb Finikiyanı Misirə verdilər. Bu da xeyr. Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyətinə keçdi. Y variantı doğru cavabdır. 2-ci Ramzesin həyata keçirdiyi siyasətin nəticəsi. Deməli, Finikiya yenidən Misirin hakimiyyəti altına keçdi. 12-də Y variantı. 13. 2-ci Ramzesin həyata keçirdiyi, bu iddia zaten o. 14-cü suala baxaq. Qədim Misir tarixinin eradan əvvəl 2-ci minilliyinə aid deyil. Paytaxtın Fivə köçürülməsi eradan əvvəl 2, Makedoniya işğalına məruz qalması isə eradan əvvəl 4-cü əsrdir. Ona görə də B variantı götürəcəyik. Qədim Misir və Manna mədəniyyəti üçün oxşar cəhət. Mixi heroqlif yazılardan istifadə edilməsi Y variantı. Şumerlərə aid olmayan xüsusiyyət. Təkər nəqliyyat yaradıblar, bəli. Mixi yazı növünü yaratmışlar, o da bəli. Zikkurat adlanan məbədlər inşa ediblər, bəli. Asan hesab qaydası ixtira ediblər. Asan hesab onlara Şumerlərə aid deyil, ona görə də 16-da D variantını götürəcəyik. Ensi adlanan hökmdar şəhər dövlətlər rəhbərlik edib, bəli. Yenə Şumerlərə aid olmayan bir xüsusiyyəti istəyir bizdən.
Mixi yazı növündən istifadə etmişlər, bəli. Təkəri ixtira ediblər, bəli. Məbədlərdən rəsədxana kimi istifadə ediblər. Yəni Zikkuratın sonuncu mərtəbəsi həm də məbəd rolu oynayırdı. Beton ixtira etmişlər. Bu Şumerlərə aid deyil. 60-lıq hesablanma sistemindən istifadə isə Şumerlərə aid deyil. 18. Qədim Misirə aid deyil. Hunlarla müharibə aparılması. Hun tarixində, Misir tarixində Hunlarla mübarizə yoxdur. Qədim Şumerlərə aid deyil. Şəhər dövlət yaradıblar, bəli. Eredu, Kiş, məsələn. Mənşəcə türk idilər. Bu da tarixi iddiadır, amma doğru götürəcəyik. Şahmatı ixtira edilməsi isə Hindistana aiddir. Ona görə C variantı yanlışdır. 20. Hetlərlə sülh müqaviləsi imzaladı. Finikiya Misrə tabe edildi. Verilənlər nəticəsidir. D variantı. 2-ci Ramzesin həyata keçirdiyi siyasətin. Misir Fironu 1-ci Tutmosun dövründə işğal edilib. Ümumiyyətlə xəritəni zəif bilənlər üçün izah edeyim. Bura Mesopotamiyadır, 2 çay arası, 4 ilə göstərilən yer Ərəbistan yarımadası, 3 Misir, 5 Fələstin Finikiya ərazisidir, 2 isə Anadoludur, Hetlərin yaşadığı məntəqə. Və 1-ci Tutmosun dövründə işğal edilir, yəni Fələstin Finikiya 5 D variantı. 22 də bənzər sualdır. Misir Fironu 2-ci Ramzesin 24 metrlik heykəlinin qoyduğu məbəd. Misirin cənubundakı Nubiya şəhərində qoyulub, 1 C variantı. Gəldik uyğunluğa 23-də. Bu bölmədə uyğunluq testləri biraz çox yer alır. Deməli, tarixdə ilk dəfə yazılı qanunların yaradılması, şəkli yazıdan istifadə, piktoqrafik ilk tunc alətlərinin hazırlanması, heroqlif yazının meydana gəlməsi, su saatının ixtira edilməsi uyğunlaşdıracaq. Heroqlif yazıların meydana gəlməsi və su saatı qədim Musirdədir, Şumerlərdə mixi olacaq. 1-ə D-yə gedəcək. Piktoqrafik şəkli yazıdan hər ikisi istifadə edib ortağa gedəcək. İlk tunc alətlərinin hazırlanması və tarixdə ilk yazılı qanunların yaradılması isə Şumerlərə aiddir. Doğru cavab A variantı. Deməli, yenə də fərqli oxşarı qeyd eləyəcəyik. Mesopotamiyadan məskunlaşması həm Şumerlər, həm Akkadlar üçün oxşardır. Mixi yazıdan istifadə də oxşardır. Təkərin ixtira edilməsi Şumerlər, hələ ki D variantı uyğun görünür. Yaratdığı dövlətlərin kurdlar tərəfindən süquta uğradılması Akkadlar, dünyanın ən qədim eposu olan Gilgameş dastanının yaradılması Şumerlər. Doğru cavab D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. 25. Kadeş müqaviləsinin imzalanması, 2-ci Ramzes, Fələstinin ələ keçirilməsi, baxaq, 1-ci Tutmos və Makedoniyalı İskəndər, ilk dəfə gizli Sərdabədə dəfn edilməsi, ilk dəfə bunu saxlayıram, Tutmos aid olmalıdır, səhv etmirəmsə. Bir dəqiqə fikirləşim bunu. Deməli, bəli, 1-ci Tutmosdur, bəli. Sonra dövlətin ərazisini genişləndirmək məqsədilə müharibələr aparması, bu ortaq cəhətdə hər birində D. Əhəməni dövləti ilə mübarizə aparılması, Makedoniyalı İskəndər aparıb, bəli. 2-yə də gedəcək, deməli Y. Burada Fələstin ələ keçirməsi hamısı üçün ortaq cəhətdir. 4-ə B də gedəcək, ona görə B variantı. Yenə fərqli oxşarı müqayisə eləyəcəyik. Eradan əvvəl 3-cü minillikdə mövcud olması hər biri üçün oxşar cəhət hesab olunur. Deməli, 3-ə gedəcək A. Mixi yazının yaradılması 1-ə B. 1-ə B. Deməli, D və Y variantları qalır, digərləri çıxır. Akkadların hücumlarına qarşı mübarizə aparmaları, deməli, hər ikisinə aiddir. Hökmdar Anabaninin uğurlarının qələbə üstün adlı kitabədə öz əksini tapması Lullubilərə aiddir. 2-yə gedəcək. Dünyanın ən qədim eposu olan Gilgameş dastanının yaradılması isə Şumerlərə aiddir. Y. Düzgün variant. Qədim Misirlilərdən fərqli olaraq Misirdə Şumerlər şəkli yazıdan istifadə edib, amma Misirlilər də eləyib. Riyaziyyatda 60-lıq say sistemi yaradıblar, çox tanrılı dinə inanıblar. Deməli, 27.
Digərinə də baxaq. Birə C gedəcək. Ya bir dəqiqə çox tanrılı din, amma Şumerlərdə fərqli cəhət deyil də bu, hə. Şəkli yazan istifadə və çox tanrılı dinə inanmaları Şumerlərlə Misirlərdən ortaq cəhətdir, fərqli cəhətdir. Buna görə B. Mannalılar dirilik ağacına etiqad ediblər, bəli. Heroqlif yazıdan istifadə ediblər. Bu da Misirlərlə ortaq cəhətdir, fərqli cəhət deyil. Sfinks heykəlləri hazırlayırdılar. Bu da fərqli cəhət deyil, ortaq cəhətdir. Ona görə də 1B, 2A olacaq. O da D variantına uyğun gəlir. Hansı, deməli, 28. Hansı hökmdara aid xüsusiyyət verilməyib? Tarixdə ilk yazılı sülh müqaviləsinin imzalanması 2-ci Ramzes, məzar üzərində piramida tikilib, Zoser, Nubiyanı ilk dəfə Misrə tabe edib 1-ci Tutmos, Qələbə sütunu adlı abidə onun uğurlarını bəhs edir Anubanini. Deməli, burada qaldı 3-cü Tutmos. A. 3-cü Tutmos. Vahid Misir dövlətinin ilk paytaxtının yerləşdiyi ərazi Memfis şəhəridir. Nilin deltasında yerləşir. C variantı. 2-ci Ramzesə aid deyil. Misirdə ilk dəfə vahid halda birləşdirilməsi bəli, aid deyil. Çünki bunu ilk dəfə yaradılma 4-cü minillikdə baş verib. A variantı. 2-ci Ramzesə aiddir. Nubiyanın işğalı aiddir. Ölkədə quruculuq işlərinin aparılması, Misirin vahid dövlət halında birləşdirilməsi, ən böyük piramidanın tikdirilməsi, heroqlif yazı sisteminin yaradılması. 31. Burada deməli, yəni Nubiyanı tutub, amma ilk dəfə işğalı Tutmos aid olduğuna görə A-nı götürməyək, B-ni götürək. Ölkədə də kifayət qədər quruculuq işləri aparılıb, heykəllər, piramidalar inşa olunub. Uyğunluq gözlənilmişdir. Hetlərlə sülh imzalanıb 1-ci Tutmosun hakimiyyəti dövründə. 1-ci Tutmos Xeyr 2-ci Ramzesin dövründə imzalanıb. Ön Asiya ölkələrini Firona tabe olan canişinlər idarə edirdilər 3-cü Tutmosun hakimiyyəti dövründə. Bəli, bu doğru variantdır. 32-də B. Gəldik qapalı suallara. Üzr istəyirəm, açıq suallara. Eradan əvvəl 2-ci minillikdə olub. Baxırıq variantlara. Qədim Misirdə yazının meydana gəlməsi eradan əvvəl 4-cü minillik, 2-ci Ramzesin yürüşləri eradan əvvəl 2-ci minillik, Misirin paytaxtının Fivə köçürülməsi eradan əvvəl 2-ci minillik, qədim Misirdə vahid dövlətə yaradılması eradan əvvəl 4-cü minillik. Doğru cavab 2-3. Eradan əvvəl 3-cü minilliyə aid olanlar. Qədim Misirdə ilk yazının meydana gəlməsi eradan əvvəl 4-cü minillik, Qutu dövlət qurumunun süqutu eradan əvvəl 3-cü minillik, mixi yazı növünün yaradılması eradan əvvəl 3-cü minillik, Fivin Misirin paytaxtına çevrilməsi eradan əvvəl 2-ci minillik. 34-də deməli doğru cavab olacaq 3-cü minillikdir. Qutunun yaranması da mixin yazı növünün yaradılması 2-3. 35-ə baxaq. Şumerlərə aiddir. Heroqliflərdən ibarət yazı növü. Onlarda mixi yazı idi. Götürmürük. Zikkuratlardan səma cisimlərinin müşahidə etmək üçün istifadə edilməsi, bəli. Hökmdarların Firon adlandırılması Misirə aiddir. Eradan əvvəl 7-6-cı minillikdə Mərkəzi Asiyadan incələrək Mesopotamiyadan məskunlaşmaları bu Şumerlərə aiddir. Düzgün cavab 2 və 3 olacaq. 2 və 4 olacaq, üzr istəyirəm. Uyğunluğu müəyyən edin deyir 36-da. Kutilərin Mesopotamiya yürüyüşü Akkad dövlətinin süqutu doğrudur. 2-ci Ramzesin Het dövləti ilə müharibəsi Nubiyanın Misir dövlətinə qatılması. Xeyr, Nubiya 1-ci Tutmosun dövründə qatılır Misrə. Kadeş müqaviləsinin imzalanması Suriya ərazisinin iki dövlət arasında bölüşdürülməsi. Bəli, Şimali Suriya Hetlərə, Cənubi Suriya isə Misrə verilir 1-3. Hadisə nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin deyir. Het tayfalarının Misirlilər tərəfindən məğlub edilməsi, Suriyanın cənubunun 2-ci Ramzesin hakimiyyəti altına keçməsi. 1 doğrudur. Sarqonun başçılığı ilə Akkadların hücumu, Kuti dövlət qurumunun ərazisinin işğal edilməsi, belə bir hadisə yoxdur tarixdə. 1-ci Tutmosun işğalçı müharibələr aparması, Misirin sərhədlərinin cənubda Fərat çayına qədər uzanması. Bəli, bu da doğrudur. Yuxarı və bir dəqiqə Fərat çayına qədər uzanması. Birinci Tutmos Fərat çayına gedir, belə deyək də, cənubda deyil, şimalda Fərata qədər uzanır. Yuxarı və aşağı Misir arasında müharibə vahid Misir dövlətinin yaranması. Doğru cavab 1-4. Çünki burada mən səhv yol verdim, şimalda Fərat çayına qədər uzanır. Amma zaten cənub yarımkürəsində yerləşən ölkələrin şimali ilə cənubu bizimkinin əksi olur.
Amma Misir şimal yarımkürəsində yerləşir. Aha. 38. Şumer şəhər dövlətlərinin idarə etmə sisteminə aid olan xüsusiyyətlər. Erkən şəhər dövlətləri məbəd kahini tərəfindən idarə edilməsi, bəli. Hökmdarların lüğal adlanması, bəli, bu da doğrudur. Məhkəmə işlərinə sat adlanan məmurun baxması Misirdir. Şumer qadınlarının kişilərlə bərabər hüquqa malik olması doğrudur. Qoşun başçısının strateq adlanması Yunanistandır. Ona görə də doğru cavab 1-2-4 olacaq. Eradan əvvəl 3-cü minilliyə aiddir. Lullubi bir dövlət qurumunun sübutu, bəli. Təkərin ixtirası Şumerlərə aiddir. Tam ili yadımda deyil, baxarıq indi ona da. Vahid Misir dövlətinin mövcud olması Eradan əvvəl 3-cü minillikdə mövcud idi. 1-3 olaraq hər halda. Şumerlərin Mesopotamiyada məskunlaşmağa başlaması Eradan əvvəl 7-ci minillik. Doğru cavab 1-3. Eradan əvvəl 3-cü minilliyə aiddir. 40-cı sualda soruşur. Qədim Misirdə iş dövlətinin yaranması Eradan əvvəl 4-cü minillik. Kutlərin Mesopotamiyaya yürüşləri Eradan əvvəl 3-cü minillik. Atropatenanın Selevkilərdən asılarla düşməsi Eradan əvvəl 223-cü il. Akkad imperiyasının süqutu Eradan əvvəl 3-cü minillik. Kadeş müqaviləsi Eradan əvvəl 2-ci minillik. Doğru cavab 2-4. Üzr istəyirəm. Doğru cavab yalnız 2 və 4 olacaq. Keçirik 41-ci suala. Qədim Misir dövlətinin idarə edilməsinin xarakterik xüsusiyyətləri. Hərbi idarənin Fironun köməkçisi olan Çatin əlində cəmlənməsi. Hərbi işlər Fironun özü tərəfindən idarə edilirdi. Məhkəmə orqanlarının Çat tərəfindən idarəsi aiddir. Hökmdarın qeyri-məhdud hakimiyyətə malik olması aiddir. 2-3. Dövlətin başında en rütbəli hökmdarın durması Şumerdir. Yəni şəhər dövlətlərinin başında en dayanırdı. Səma cisimlərini müşahidə etmək üçün zikkuratların tikilməsi də Şumerdir. Doğru cavab yalnız 2 və 3 olacaq. 42. Qədim Misir dövlətinin idarə etməsinin xüsusiyyətləri. Ölkə təsərrüfatının həyatını ali kahin idarə etməsi, xeyr. Adətən Firondan sonra Sati ikinci yerdə dayanırdı. Fironun baş komandan olması doğrudur. Firon dəftərxanasının və məhkəmə orqanlarının Satinin səlahiyyətində olması. Bəli, bu da doğrudur. Dəftərxana və məhkəmə Çatinlərində idi. Bütün idarəçilik Çatinlərində cəmləşməsi, xeyr. İdarəçilik Fironun əlində idi. Xalqın idarəçilikdə iştirak etməsi, xeyr. Firon qeyri-məhdud şəkildə dövləti idarə edirdi. Düzgün variant 2-3. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin deyə soruşur. Misir Fironlarının işğalçılıq siyasəti. Suriya, Fələstin, Finikiya və Misrə birləşdirildi. Bəli, 1-ci Tutmosun hakimiyyət dövründə. Misir vahid dövlətə birləşdirilir. Fif şəhəri dövlətin paytaxtına çevrilir. İlk paytaxt Memfis olacaq. İkinci Ramzes Ön Asiya ölkələrinə hücum edir. Əhəmənilər dövləti süqut edir. İkinci Ramzes yaşadığı dövr 12-ci əsr, üzr istəyirəm, 1286, 13-cü əsr olub eradan əvvəl. Əhəmənilər dövləti isə eradan əvvəl 6-cı əsrdə yaranıb. Yəni 6 əsr fərq var aralarında. Qavqamela döyüşü 3-cü Dara məğlub edildi, bəli. 1-4 düzgün variant. Deməli, Misir hərbi siyasi gücünə və ərazisinə görə ən qüdrətli və böyük dövlət idi. İri miqyaslı yürüşlərə 1-ci Tutmos başlanmış, işğallar isə 3-cü Tutmosun hakimiyyəti dövründə daha da genişlənmişdi. O, uğurlu yürüşlər edərək Suriya, Fələstin, Finikiyanı Misirə birləşdirmişdi. Verilənlərdən istifadə edərək qədim Misirin xüsusiyyətlərini müəyyən edin. Ərazisinin genişləndirilməsi, güclü və qüvvətli orduya sahib olması 1-4. Deməli, bunu belə edirik. Xronoloji ardıcılığı soruşur. Atropatenanın Parfiya tərəfindən işğal edilməsi eradan əvvəl deməli eramızın 20-ci ili, Mannada hakimiyyətin irsən keçməyə başlaması eradan əvvəl 8-ci əsr, Misirdə vahid dövlətinin yaranması eradan əvvəl 4-cü minillik, Firon 2-ci Ramzesin işğalları eradan əvvəl 13-cü əsr, 3, 4, 2, 1 olacaq. 46. Vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minillik, Azərbaycanda İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsr, Manna dövlətinin yaranması eradan əvvəl 9-cu əsr, 1-3-2 olacaq. 47. Xronoloji ardıcılıqdır. Bu da 3-cü Tutmosun Asiya yürüyüşü eradan əvvəl 16-cı əsr, Vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minillik, Kuti dövlət qurumunun yaradılması eradan əvvəl deməli 3-cü minillik, Manna dövlətinin süqutu eradan əvvəl 590-cı il, 2, 3, 1, 4. Qədim Misir mədəniyyəti və qədim Şumer mədəniyyətini müqayisə edəcəyik. Deməli, Gilgameş dastanının yaradılması qədim Şumer, memarlıqda ilkin tağ üsulu və sütunlardan istifadə Şumer, ehramlar qədim Misir, dirilik ağacı Mannada, Sfinks heykəlinin uzadılması qədim Misir. 1 SY, 2 AB.
Kadeş müqaviləsinin bağlanması, e, 2-ci Ramzes, dünya tarixinin ilk imperiyanın yaradılması, Sargon, qələbə sütunu Anbaniniyə aiddir, Akka dövlətinə son qoyulması Kutilərə aiddir. Misirin ilk dəfə vahid dövlətə birləşdirilməsi isə kim tərəfindən edildi, məlum deyil. Ona görə 1B, 2A, 3C. 20 dəqiqəyə çatdırdıq. Bu qədər növbəti dəfə deməli Qədim Çin və Böyük Hun dövlətini izah edəcəyim. Zəhmət olmasa kanala abunə olub videonu bəyənin. Videonu dostlarınızla paylaşın. Fikirlərinizi şərh bölməsində qeyd edərsiniz. Çox sağ olun.